Salam, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız. Həftənin bazar günüdür və yenə ənənəmizə sadiq qalaraq Baxımlı kanalının efirində Telemekanın tək inşaat proqramı olan Ustamız proqramını sizə təqdim edirik. Bu gün də yenə inşaat sahəsindəki yeniliklərdən və problemlərdən danışacağıq. Odur ki, qarşıdakı 45 dəqiqə ərzində mövzuyla bağlı sizin də suallarınız olarsa, suallarınızı bizə yaza bilərsiniz. Proqramımız canlı olmasa belə Ustamız komandası olaraq çalışırıq ki, həm sizi mütəxəssislərə yönləndirək, həm də bəlli qədər suallarınızı cavablandıraq. Bugün isə mövzumuz, qeyd edeyim ki, məsələ tikintilərdə aktual mövzulardan biri olan izolyasiya mövzusudur. Artıq müasir dövrümüzdə bütün tikintilərdə izolyasiya məsələsinə xüsusilə biz diqqət yetiririk. İstəyərdim ki, məsələ bu mövzuyla bağlı xüsusilə də hidroizolyasiya mövzusunda olan mövcud problemləri məhz studiyamızda olan dəyərli ekspertlərimizlə qarşıdakı 45 dəqiqə ərzində müzakirə edəcəyik. İstəyərdim artıq sağ tərəfdən qonaqlarımızın təqdimatını başlayım. Penetron Azərbaycan şirkətinin rəhbəri Kirman Məmmədov studiyamızda qonaqdır. Xoş gəlmisiniz Kirman müəllim. Sağ olun, təşəkkür edirəm. Biz sizə təşəkkür edirik və əziz tamaşaçılarımız, digər bizim qonağımız təbii ki, geoloq, mühəndis Sadəli müəllim yeni studiyamızda qonaqdır. Sadəli Kərimov, xoş gəlmisiniz. Xoş gördük, xoş gününüz. Təşəkkür edirik. Və tikinti üzrə mütəxəssis və demək olar ki, izolyasiya mövzusu gələndə bu insan hər kəs yadına düşür və hər kəs ona müraciət edir. Əhməd müəllim bizimlə bərabərdə. Əhməd İkramoğlu, siz də xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm dəvətiniz üçün. Təşəkkür edirik və əziz tamaşaçılarımız, istəyərdim artıq sol kürsüdə olan qonaqlarımızı da sizə təqdim edim. Memar inşaatçı Elməddin Abbasov bizim dəyərli dostumuz qonağımızdır. Xoş gəlmisiniz. Memar dizayner Çınarə xanım Quliyeva bizimlə bərabərdir. Xoş gəlmisiniz. İnşaat üzrə mütəxəssis Kamil Kamiloğlu bizimlə bərabərdir. Siz də xoş gəlmisiniz. Memar dizayner digər bir xanım qonağımız inşaat sahəsində öz təcrübələrini bizimlə hər zaman bölüşən Aysel Ağazadə bizimlə bərabərdir. Siz də xoş gəlmisiniz. Və Elşad Nəbiyev inşaat üzrə mütəxəssis, inşaat sahəsində çox maraqlı işləri var. Elşad müəllim, siz də xoş gəlmisiniz. Və inşaat mühəndisi, layihəçi Şaiq Hüseyndir. Şaiq bəy, siz də xoş gəlmisiniz. Təşəkkür edirik. Və Qəmər xanım, bizim məhsul ekspertimiz bugün Qəmər xanım da bizimlə bərabərdir. Bir neçə dəqiqədən sonra təbii ki, onu da təqdim edəcəm. Bir balaca proqramımıza gecikib. Və əziz tamaşaçılarımız, bir daha xatırladıram. Bugün mövzumuz tikintilərdə hidroizolyasiya mövzusudur. Sualınız olarsa, siz də suallarınızı bizə yaza bilərsiniz. İstərdim başlayaq mövzumuza. Ümumiyyətlə, hidroizolyasiya nədir? Bundan start götürək. Buyurun, Kirman müəllim. Sağ olun, təşəkkür edirəm. Hidroizolyasiya bizim məşğul olduğumuz sahə təməl qurğuların, yeraltı qurğuların, hidrotexniki qurğuların hidroizolyasiyasıdır. Hidroizolyasiya qurğular və yaxud da ki, bizim məşğul olduğumuz Penetron şirkəti olaraq məşğul olduğumuz dəmir beton qurğuların aqressiv mühitdən qorunmasını, sulardan qorunmasını, aktiv sulardan qorunmasını təmin edir. Aydın məsələdir ki, hidroizolyasiya tətbiq olunmazsa, binaların təməl hissəsi aqressiv mühitə məruz qalar və qısa bir zaman kəsiyində həmin hissələr yararsız hala gələ bilər və binanın dayanıqlığına təsir etmiş olur. Bu texniki baxımdan. İkinci də ki, deyək ki, təməl hissədə inşa olunmuş zirzəmidə deyək ki, bir parkingdir və yaxud da deyək ki, orada bir yarım istirahət zonasıdır. Bu kimi sahələrdə hidroizolyasiya olunmazsa oranın istismarı mümkünsüz sayılır. Oranın komfortlu bir zonaya keçmək mümkün deyil. Hidroizolyasiya tikintilərdə çox önəmli sahədir, çox önəmli bir əhəmiyyət daşıyır. Ona görə də bizim tövsiyəmiz odur ki, fərdi evlər olsun, sənaye obyektləri olsun, mülki obyektlər olsun, onların hidroizolyasiyasına xüsusi diqqət verilməlidir. Çünki bu və digər elementləri tikintidə dəyişmək mümkün olduğu halda hidroizolyasiyanı dəyişmək mümkün olmur və elə olur ki, hətta onu bərpa etmək də mümkün olmur. Ona görə hidroizolyasiya önəmlidir, ona diqqət edilməlidir, olunmalıdır. Tikinti layihələndirilən zamandan başlamalıdır.
Sadəm müəllim, istərdim siz də fikirlərinizi bildirəsiniz bir geoloq olaraq. Ümumiyyətlə belə deyərdim, hər şey keyfiyyətli olması üçün işin əvvəlindən hər şey xüsusi riayət etmək lazımdır. Buyurun. İlk öncə icazə verin, yəni müasir dövr istəyir, əvvəlki dövrlərdə də zəmanəyə hər bir digər sahələrdən də üstün olan mühəndis işi barədə işıqlanma verdiyinizə görə sizə təşəkkür edeyim. Çünki hər birimiz harda olsaq, harda yaşasaq, nəsə ilk növbədə mühəndis qurğulardan, mühəndisin gördüyü işlərdən faydalanırıq. Digər tərəfdən mən məşğul olduğum sahə mühəndis geologiya və hidrogeoloq işi sırf bina qurğuların deməli dayanıqlığının təminatı, onların ətraf mühitin təsirinə məruz qalma dərəcəsini öyrənən bir sahədir. Buna görə də hər bir sahədə ilk öncə layihə tikinti işləri aparılır. Heç digər bir tikinti aparılmazdan əvvəl ilk öncə mühəndislər tərəfindən əraziyə baxış, ərazinin mühiti öyrənilir. Onlar haqqında ilkin məlumatlar bilinməlidir və sonra o ərazidə seçim mövqeyi daha üstünlük təşkil edə bilər. Yəni ilk seçim məqsədi ilə ərazi öyrənilməlidir. Sırf hidrogeoloji, mühəndis geoloji nöqteyi nəzərdən. Bundan ötürü tərəfimizdən ərazidə layihə qabağı işlər aparılır, layihə öncəsi. Bura mühəndisi geoloji baxışlar, yəni format olaraq ilkin vizual nöqteyi nəzərdən, o cümlədən fond materialları, görülmüş əvvəlki mühəndisi işlər, hidrogeoloji, mühəndisi geoloji işlərin nəticələri araşdırılır və ərazi haqqında ilkin məlumat verilir. Və bu sırf layihəçi mütəxəssisə gələcəkdə tikinti aparacağı sahələrdə ona hansı nəticələr gözləyə bilər, ona ilkin məlumatı təqdim edir. Aparılma işlərin metodikası ondan ibarətdir ki, biz aparılacaq seçilmiş sahənin ilk öncə, yenə qeyd elədim, vizual müayinəsi, yəni oranın hansı ərazidə yerləşir, oroqrafiyası, geomorfoloji quruluşu, hidrogeoloji şəraiti, ora təsir eləyə biləcək yad digər texnogen təsirlər hansı ola bilər. Bunlar ilk nöqtədə diqqət yetirilir və ardıcıl olaraq yeraltı şərait, yəni qurunt və su şəraiti öyrənilir. Bundan ötürü ərazidə mexaniki qazma işi aparılmaqla qurunt və su şəraiti öyrənilir. Qazma nəticəsində ərazinin deməli təşkil edən bütün geoloji struktur, o cümlədən hidrogeoloji parametrlər öyrənilməklə orada nümunələr götürülür və laboratoriya şəraitində birbaşa stasionar laboratoriya şəraitində tədqiq olunur. Tədqiqatın nəticəsi ondan ibarətdir ki, aparılmış işlər tikinti sahəsini, seçilmiş sahəni təşkil edən qurunt nümunələri üzərində aparmışlar, onu göstərir ki, yəni gələcəkdə tikiləcək qurğu hansı geoloji strukturda yerləşəcək, onun yük götürmə qabiliyyəti, ona təsir edə biləcək digər amillər araşdırılır. O cümlədən yeraltı suların baskısı və digər texnogen mənşəli təsirlər tikintiyə hansı mənfi göstərici verə bilər. Bunun da nəticəsində aparılmış kimyəvi analizlər olur laboratoriya şəraitində. Bu analizlər birbaşa quruntun möhkəmliyi, quruntların yük götürmə qabiliyyəti, onların tikinti bünövrəsinə rol oynaya bilmə dərəcəsi, o cümlədən quruntların kimyəvi xüsusiyyətləri də araşdırılır. Burada məlumdur ki, hər bir qurunt hissəcikləri özlüyündə mineral maddələrdən ibarətdir. Həm mineral, həm kimyəvi elementlər təşkil edilir onların tərkibində və bunların öyrənilməsi mütləqdir. Deməli, bunları öyrənməklə o quruntun özünün də bünövrələrə gələcəkdə təsir edə biləcək, yəni aqressiv təsiri nə dərəcədə ola bilər, bu da araşdırılır. Kimyəvi analizlərin aparılmaqla onların tərkibindəki mineral maddələrin miqdarı və onların dəmir-beton konstruksiyaya edə biləcəkləri aqressiv xüsusiyyət araşdırılır. Daha önəmli isə, əgər ərazidə qurunt suları daha çox səthə yaxın yayılırsa, bu qurunt sularından mütləq şəkildə nümunələr götürülməli, onların kimyəvi analizi aparılmalı və onların
tikinti bünövrələrinə təsir etmə, aqressiv təsir etmə qabiliyyəti öyrənilməlidir. Məlumdur ki, daha çox beton və metal hissələrə təsir edə biləcək, daha güclü təsirə sulfat və xlor ionları daha üstünlük təşkil edir. Mütləq şəkildə bunların öyrənilməsinə diqqət yetirmək lazımdır və gələcəkdə aparılacaq layihə işləri zamanı problemlər yaratmasın və buna görə də memar konstruktorlara aparılmış tədqiqatlar nəticəsində mühəndis tərəfindən xüsusi tövsiyələr təqdim olunur. Təşəkkür edir Sadəm müəllim. Mən istərdim digər qonaqlarımıza fikirləri varsa əlavələri bildirsin. Əhməd müəllim. Hidroizolyasiya bayaq müəllim dediyi kimi, müəllim biraz elmi dildə dedi. Hidroizolyasiya bünövrənin və yaxud da ki damın su sızmasının qarşısını almaqdan ötürü olan bir prosesdir. Yəni bu sızmaların qarşısını almaq üçün istifadə olunan sistemlərdir və izolyasiya məhsullarıdır. İzolyasiya məhsullarının çeşidləri çoxdur. Hər birinin özünə görə istifadə məkanı yeri var, təyinatı var. Və əgər bugünkü gündə yeraltı qurğulardan danışırıqsa, təbii ki, ilk öncə geoloji proseslər gedib yoxlanılmalıdır. Bu proseslərin nəticəsində torpağın su sızmasının səviyyəsi ölçülməlidir, su axarlarının vəziyyəti ölçülməlidir. Eyni zamanda bu proseslər bitəndən sonra ora məhsul təyin olunur, izolyasiya məhsulları təyin olunur. İzolyasiya məhsulları membran tipli izolyasiya məhsulları var. Sürtkü əsaslı izolyasiya məhsulları var, püskürmə əsaslı və nüfuz edici izolyasiya məhsulları var. Hansı ki, membran tipli birbaşa belə deyək, torpağın üzərinə çəkməklə izolyasiya olunur. Digər məhsullar isə birbaşa beton qatlarına vurulmaqla icra olunur. Əgər belə deyək, beton qatı çəkiləcəkdirsə, sürtkü əsaslı izolyasiya məhsulu təyin olunubdursa, həmən vaxtı betonun bütün birləşmə yerləri yoxlanılmalıdır. Betonda istifadə olunan markalar, qatqılar təyin olunmalıdır və eyni zamanda beton qurulandan sonra orada bütün texniki boru keçidləri, kabel xəttləri, elektrik xəttləri, bunlar hamısı təyin olunub açılmalıdır ki, izolyasiya prosesi düzgün geçsin. Sonradan açılanda izolyasiyanı da zədələmiş olur və gələcəkdə o problemin aradan qaldırılması üçün belə deyək, ya böyük xərclər tələb olunur, ya da ki, ümumiyyətlə mümkün olmur onu həll eləmək. Təşəkkür edirəm, minnətdaram. Mən istərdim digər qonaqlarımızın da ilkin olaraq əlavələri varsa buyursun. Elmət bəy. Sadəli müəllim danışdı. Dinləyicilərimiz indi Sadəli müəllimin danışdıqlarından elə biləcəklər ki, ancaq hündür mərtəbəli binalar tikən zaman geoloji qazıntılar aparmaq lazımdır. Bunun torpağın qruntlarından məlumat almaq lazımdır. Ondan sonra onu tətbiq eləmək lazımdır. Əksinə, hətta bir mərtəbəli, iki mərtəbəli fərdi evlər, bağ evləri tikilən zaman artıq biz demək olar layihəçi kimi bütün sifarişlərimizə tövsiyə edirik ki, torpağın mənşəyi haqqında bir məlumat alaq. Çünki bir 5 il, 10 il bundan öncə torpaqlar o qədər çox idi ki, yəni indi infrastrukturlu olan torpaqlarda demək olar Bakı bağlarında və yaxud şəhərdə demək olar torpaqların hamısı artıq fərdi evlər, bağ evlər tikilib. Yerdə qalan o infrastrukturlu, şəraitli olan torpaqların hal-hazırda satılan torpaqların əksəriyyəti ya maili torpaqlardır, ya vaxtında gölməçi olub doldurulmuş torpaqlardır və yaxud quruntu deyək ki, oturuşan qumsal olan torpaqlardır. Və bu günlərim biz 10 dənə layihə çəkiriksə, 10 dənə layihədən demək olar 5 torpağın geologiyasını apardığımız zaman, 10 torpağın geologiyasını apardığımız zaman görürük ki, 5 torpaqda artıq o torpağın quruntu üzərində tikiləcək tikintinin yükünü götürə biləcək qabiliyyətdə deyil. Ya məcbur olub orada zirzəmli ev tikiləsi oluruq, ya Survivorlası oluruq və yaxud həmən xarab quruntu çıxardıb oranı kipləşdirilmiş variantından karbonat döküb kipləşdiririk ki, normal bir qurunt şəraiti yaradaq və onun üzərindən bağ evi tikək və yaxud əsaslı bir hansısa bir qeyri-yaşayış tikintisi tikilsin. Yəni dinləyicilərimizə və izləyicilərimizə tövsiyəmiz odur ki, torpaq alan zaman mütləq şəkildə geoloji qazıntılardan
vaz keçməsinlər və layihəçisi əgər ona tövsiyə eləmirsə, o layihəçisinin yadına salsın və geoloji qazıntılar aparılan zaman mütləq şəkildə də artıq orada zirzəmi olacaqsa, su varsa, əlbəttə onun izolyasiyası da mütləqdir. Çünki vaxtında izolyasiya olmayacaqsa, gələcəkdə zirzəmidə dediyimiz göbələklər əmələ gələcək, nəm çəkəcək və orada yaşayış üçün, istismar üçün əlverişli şərait olmayacaq. Sözümün əvvəlində mən onu vurğuladım ki, hətta tikinti deyil, hər hansı bir layihə işi nəzərdə tutula biləcək bir ərazi qabaqcadan ilkin dərəcədə öyrənilib məlumat verilməyi gələcəkdə hər hansı bir qeyri-məqbul vəziyyətin, yəni uyğunsuz vəziyyətin əmələ gəlməsinin qarşısını alır. Mən bu sözü vurğuladım. Ona görə izləyicilərimiz bəzən olur ki, olur, hə, daha izləyicilərimizin 80% fərdi ev və bağ evlər tikdiyi üçün, hə, şəxsi əmlakla bağlı olur deyə, onsuz qeyri yaşayışlarda sifarişçilərin demək olar 100% bu proseslərdən xəbərdardır. Amma xırda ev tikən sifarişçilər var ki, onlar artıq elə bilirlər ki, elə bünövrəni töküb üzərindən tikinti tikmək olar. Yox. Əvvəllər deyirdilər ki, nə deyirlər, bünövrəni qazacaq, tikəcək. Yox, birinci bütün torpaq geologiyadan çıxmalıdır, onu öyrənilməlidir, ona uyğun olaraq, hətta istehsalçı ölkələrinə qədər, yəni hansı qrunt ora daha yaxşı gedər, yəni izolyasiya, ona uyğun onu tənzim etmək lazımdır və birinci növbədə fikirləşilməlidir. Burada sadəcə fərdi yaşayışdan söhbət getmir. Böyük binalardan gedir. Məsələn, otellər var, müəyyən obyektlər var, restoranlar, hansı ki parkinqləri var. Burada mütləqdir izolyasiyanın düzgün qaydada aparılması. Ona görə də hər kəsdən birinci növbədə onu xahiş edirəm ki, evinizi, obyektinizi tikdirdiyiniz zaman birinci onu mütləq büdcəni ondan azaltmayın. Yəni əsas fikir verilməli hissə odur ki, büdcə ora düzgün qaydada, keyfiyyətli şəkildə izolyasiya olunsun ki, sonracan heç bir konstruksiyada zədələnməsin, problem yaranmasın və tikilən hər bir şey uzun ömürlü olsun. Çox sağ olun, minnətdaram. Bizim xidmətlərimiz arasında izolyasiya ilə toqquşan bəzi istiqamətlər var ki, bu da döşəmələrlə bağlıdır. Yəni beton işləri ilə bağlıdır. Eyni zamanda tökülmüş betonların cilalanması ilə bağlıdır. Eyni zamanda da onun üzərinə epoksit boyaların vurulması ilə bağlı işlər görürük və digər boyalar olmaqla. Bizim qarşılaşdığımız problemlər nədən irəli gəlir? Əsasən nə ilə qarşılaşırıq? Gün ərzində bizdə çağırışlar olur, gedirik, baxırıq, obyekt baxışlarına gedirik. Nə ilə rastlaşırıq? Deməli, və xanım dediyi kimi, baxırsan ki, çoxdan işləyən bir obyektdir, böyük bir obyektdir, nəhəng obyektdir, burada anbarlar var və s. Amma yerin altından qurun sular çıxır. Vaxtında düzgün izolyasiya olmadığına görə. Və bu qurun sular təbii ki, betonun arasındakı biz temperatur dərzlər kəsirik, deyək ki, çatlama getməsin. Oradan yuxarı nüfuz edir və onun kənarlarını yumuşatmağa başlayır. Ondan sonra onun üstündə avtokarlar hərəkət edəndə həmən o çatları daha da böyüdür. Və ora vurulan örtük əgər epoksit örtükdürsə, onu artıq çoxdan sıradan çıxartmışdır və s. kimi o boyda nəhəng obyektlərdə, böyük kvadratlar olan obyektlərdə bir xırda yanlış. Əhməd mən demişkən, yəni bəzən mümkün olmayan bir vəziyyət yaranır orada ki, bu betonu təzədən söküb, bunu izolyasiya eləmək bu böyük bir problemdir. Və yaxud da ki, üstündən bunu nə vurasan ki, deyək ki, tamamən suyun qarşısı alınsın və bu vurduğun bir örtükdə uzun illər xidmət göstərsin. Bəzən absurd bir orada fikir söyləyirlər ki, bunu aradan qaldırmaq lazım və buna bizə 10 il qarantiya verə bilən bir şirkət lazımdır. Yəni belə bir şey 10 il yox, heç 1 ildə qarantiya vermək mümkün olmur bəzən. Digər məsələ bildiyimiz kimi izolyasiya əslində görünməyən bir deyək ki, hissə olur, amma fundamental bir əsas daşıyır və bu izolyasiya da ümumiyyətlə ekonomiya eləmək heç düzgün deyil. Bu çünki betona nüfuz edir, betonu özünü çürüdür, ondan sonra armaturu çürüdür içində, bu da bir konstruktiv zəifləməyə gətirib çıxardır və biz əgər nəm betonun üzərinə, yəni belə bir şey deyim, biz əgər örtük vururuqsa,
boya vurursa beton üzərinə və yaxud da betonun özünü cilalayıb sərtləşdiririksə, bizə quru beton lazımdır. Bizə izolyasiya düzgün olunmuş quru beton lazımdır və düz beton lazımdır. Mən hələ demirəm ki, betonun özünün təyinatı üzrə verilməməsində bir problemdir. Hansı ki, 350-400 marka beton verilməlidir böyük sənaye obyektlərində. Hələ mən bundan danışmıram. Bunu bəzi yerdə 200 marka verirlər. Sonra da bu, üzr istəyirəm, olacaqsa bunu deyəcəm. Yəni, betonun qucağına alıb bilmir ki, bunu hara qoysun ki, bunun üstündə bir işləsinlər. Əmələ gəlmir. Olub gedir beton. Hal-hazırda elə bir layihənin üstündə təklif veririk. Təklifimiz də ondan ibarətdir ki, betonun təmiz sökülməsi, yəni monolit beton üzərindən. Yenilənməsi. Bəli, təzələnmə də beton. Çünki başqa variant yoxdur. Bu bir dərddir. İkinci dərd odur ki, beton tökülərkən həmin obyektlərdə düzgün tökülməsinə əməl olunmur. O da bir ikinci dərddir. Bu da mövzu deyil. Amma mövzumuz izolyasiyadır. Əgər biz quru beton üzərində iş görürsə, bu iş çox effektiv, çox düzgün, çox uzun ömürlü bir şey alınır. Amma əgər betonda nəmlər varsa, nəmişlik varsa, burada beton cizalama vaxtı eyni bərabərli parlatma işi əmələ gəlmir. Ləkələr olur. Həmən o nəm yerlərdə ləkələr əmələ gəlir. Və görülmüş iş vizual olaraq çox yaxşı da görsənmir, amma keyfiyyət yerində müəyyən qədər qalır. Amma uzun ömürlü məsələsi var axı. Bu da qısalır. Əgər onun üstünə biz boya vururuqsa, biz orada boya vurmuruq. Ya deyirik ki, bunun izolyasiyasını tamamən bitirin, negativ suların qarşısını alın və s. Tam qurudun bizə verin. Ondan sonra biz yoxlayaq nəmişlik dərəcəsini, əgər uyğundursa bunun üstünə epoksit boyanı vuraq. Çünki vurduğumuz boya həmən yerlərdə çox tez bir zamanda sıradan çıxacaqdır. Bu arada isə təşəkkürlərim olacaq proqramımızın baş sponsoru VK brendidir. Qeyd edim ki, VK şirkəti yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin, həmçinin qatlanan və sürgülü sistemlərin hazırlanması və istehsal prosesində məhz dünya liderlərindən olan VK AG konsernin törəmə istehsalat müəssisəsidir. VK brendi 1969-cu ildən dünya bazarında çalışır. Azərbaycanda isə 20 ildən çoxdur ki, artıq keyfiyyətli qapı və pəncərə profillərini öz alıcılarına təqdim edir. İstər rəng çeşidi baxımından, istərsə də keyfiyyət baxımından təbii ki, VK bazarda rəqib tanımır. İstər paytaxt Bakımızdan, istərsə də bölgələrimizdən məhz tamaşaçılarımız öz tikintilərində, istər ofislərində, istərsə də yaşayış məkanlarında keyfiyyətli VK profillərindən istifadə edə bilər. Ekranda nömrələri izləyirsiniz. Sifarişləriniz təbii ki, keçərlidir. Hətta Naxçıvan Muxtar Respublikasından belə sifarişlər təbii ki, qəbul olunur. Digər təşəkkürümüz olacaq proqramımızın baş sponsoru olan Abşeron Ticarət Mərkəzinə. Qeyd edim ki, Abşeron Ticarət Mərkəzində siz eviniz üçün məişət avadanlıqlarından tutmuş tikinti materiallarına qədər istənilən məhsulu sərfəli və münasib qiymətlə əldə edə bilərsiniz. Burada gəlirsiniz, həm bölgələrimizdən təbii ki, birbaşa avtovağzal kompleksində marşrutlar hərəkət edir, həm də şəhərimizin müxtəlif istiqamətlərindən alıcılar rahatlıqla birbaşa avtovağzala gəlir və burada öz övladları üçün həm əyləncə mərkəzi təşkil olunub, övladlarınız həm əylənir, istirahət edir, siz isə sərfəli qiymətlə alış-verişlərinizi edirsiniz və təbii ki, yollanırsınız öz mənzilinizə. Qeyd edeyim ki, əziz tamaşaçılarımız, burada sahibkarlar üçün də xüsusi şərait yaradılıb. Belə ki, 7/24 daha doğrusu burada mühafizə sistemi var, yanğından mühafizə var və bütün əmlaklarınız sığortalıdır. Xüsusilə də Dərnəgül bazarında olan sahibkarlarımız Abşeron Ticarət Mərkəzinə müraciət edə bilər. Çünki burada məsələ Dərnəgül bazarında olan sahibkarlarımız üçün xüsusi şərtlər və güzəştlər var ki, siz də məhz bu şərtlərdən və güzəştlərdən faydalana bilərsiniz. Ekranda bir daha qeyd edirəm, Abşeron Ticarət Mərkəzinə həm əlaqə nömrəsi var və hər birimiz də artıq ünvanını tanıyırıq. Xocasən yolunun üzərindədir. Hər kəs öz evi üçün sərfəli qiymətlə alış-verişini məhz elə Abşerondan seçə bilər. Digər dəstəkçilərimizə də təşəkkürümüz olacaq. Mən istəyərdim ki, yenidən mövzumuza qayıdaq. Biz danışırıq təbii ki, hidroizolasiya mövzusundan. İstəyərdim Kamil bəy, sizin də fikirləriniz var idi. Ümumi texniki problemlərlə bağlı ən çox texniki hansı səhvlərə yol verilir? Aysel xanım, Elşad bəy, Şair bəy, kimin fikirləri varsa buyursun. Hidroizolasiya mövzusunda biz burada demək olar mütəxəssislərimiz bütün detalları ilə vurğuladılar. Əsasən inşaatın qorunması mövzusuna toxundu burada. İnşaatın bünövrənin orada bir çox detallar var, onlar qeyd olundu. İnşaatın qorunmasından əlavə mən burada qeyd eləmək istəyərdim ki, hidroizolasiya sifarişçilərə daha detallı bir növ bunun maarifləndirilməsi olmalıdır ki,
onlar ona daha biraz öncə müəllim qeyd elədiyi kimi ekonomiya ilə yanaşmasınlar, büdcə ayıra bilsinlər deyənə birinci növbədə onlarda enerji qənaəti yaradır. Məsəl üçün biz indi əsasən təmir tikintidə nə ilə qarşılaşırıq? Yəni enerji qənaəti isti soyuğun itkiyə baş verməməsi üçün enerji qənaəti özlərinə zaten bunun faydası var. Ondan əlavə onların sağlamlığına, rütubətin artmaması üçün, rütubətin qorunması üçün onların sağlamlığına xeyri var. Təbii ki də inşaatın uzun ömürlüyü. Bu barədə əsasən belə deyək də şirkətlər burada indi biz təmir tikinti şirkəti öz sferamızdan danışaq. Şirkətlər burada hidroizolasiya təbii ki indi müasir dövrdə yaşayırıq. Hidroizolasiya növləri, çeşidləri çoxdur. Coğrafi yerləşiminə görə, orada tərkibinə görə, qarşıya qoyulan tələbə görə hidroizolasiya növü seçilməlidir. Düzgün seçim olmalıdır. Və bu seçim olarkən də yəni hidroizolasiya, adı hidroizolasiya deyən material təqdim olunmamalıdır. Burada materialın düzgün təyinatı olmalıdır və burada olunan ekonomiya gələcəkdə inşaatın ömrünü uzatdığı kimi bir çox ziyanları da olur. O mənada heç bir halda hidroizolasiya ekonomiya olunmamalıdır və düzgün belə deyək də həllər təqdim olunmalıdır. Dediyim kimi bir sifarişdə, bir tələbdə bir çox həllər təklif etmək olur. Amma burada yəni düzgün dünya standartlarına uyğun olaraq tam o həllər təqdim olunmalıdır. Təşəkkürümüzü bildiririk. Aysel xanım, var əlavəniz? Hidroizolasiya sistemlərində bir mövzuya toxunulmadı, belə deyək, drenaj quyuları. Hansı ki, yeraltı qurun sularının, axınlarının böyük bina tikililərində verildiyi axın sistemlərindən biri drenaj quyuları. Bu da ilkin mərhələ olaraq beton, hansı ki, biz plana çala qazıntısından sonra orada qurun sularının yığılmağı ilə, axın yerinin təyini ilə, birinci növbədə geoloji orada işlərin aparılmağı ilə o təyin olundan sonra qurun sularının axını üçün drenaj quyularının verilməyinin də məncə vacib olduğunu düşünürəm. Hətta bununla yanaşı 28 may ərazisində hansı ki yeni tikili bir bina var ki, drenaj quyusunun verilməməyinə görə və yeraltı sahəsində, yeraltı qaraj sahəsində trap yollarının düzgün verilməməyinə görə həmin qaraj yağış yağdığında lazımından artıq dərəcədə su ilə doldu. Orada bir neçə sakinin maşınlarına, mülkünə zərər dəydi və indi hal-hazırda o qarajı tamamilə bağlayıblar. Və səhv ondadır ki, layihənin başlanğıcında hidroizolasiya ümumiyyətlə beton edilmədi və drenaj quyuları bəli verilmədi. Axın düzgün təyin olunmadığında nəticə onsuz da bu olmalıydı. Hidroizolasiya tək yeraltı qurğularda, yeraltı tikililərdə, belə deyək, fasadın özündə də aparılır, damda da və hətta mənzil daxilində belə bu işlər bəzən biz apara bilirik. Hansı ki, rütubətli zonalarda, yəni tək bu yeraltı gələn su axını deyil. Bir də əlavə olaraq havadan gələnlər var. Nəmişliyin tamamlaması üçün fasadda aparırıq. Fasadda və mənzil daxilində bəzən çox rütubətli zonalarda daxili hidroizolasiya sistemlərini, biz izolasiya növlərini orada işlədirik. Ona görə də mənim də ümumiyyətlə sifarişçilərə tövsiyəm olardı ki, birinci növbədə torpağın belə deyək, DNA-sını çıxartdıqdan sonra onlar məsrəfli düşünməsinlər. Yəni məsrəf bir kənara qoyulmalıdır, sonrakı zərəri çünki daha böyükdür. Drenaj quyusu ümumiyyətlə böyük tikililər üçün bunu məsləhət görürəm. MTK tikililərində vəbşətə bu ümumiyyətlə bu çox biraz çətin məsələdir. Onlar ilk belə deyək də məsrəf azaltmaq üçün izolasiya sistemlərini, drenaj quyularının sayını azaldırlar. Materialın keyfiyyətini azaldırlar. Xərclərə qənaət etmək. Bəli. Belə. Çox sağ olun, minnətdaram. Şahin bəy, buyurun. Sözlərə qoşuluram və müsbət də qarşılayıram. Xanımın dediyi kimi, yəni bu məsələ ən əvvəlcədən başlayır. Sifarişi ümumiyyətlə ilk sifarişin gördüyü şəxs və yaxud təşkilat baş layihəçidir. Baş layihəçi olduqdan sonra isə biz ən çox qısa ardıcıllığı desəm, bu ardıcıllıqla burada olan mütəxəssislərin hamısı həmin ardıcıllıqda iştirak eləyir. Həmin təşkilatlar və yaxud həmin təşkilatlara istiqamətində göstərən digər təşkilatlar. Baş layihəçi olaraq sifarişin arzu və istəklərini biz qeyd eləyirik. İstəyir. Biz bir qeyd eləyim ki, biz ümumiyyətlə tikinti dedikdə, qurğu dedikdə tək mülki fərdi yaşayış evləri deyil, qeyri-yaşayış obyektləri deyil, sahibkarlıq obyektləri deyil, tunellər, yeraltı qurğular, keçidlər, yəni bunları nəzərdə almaq lazımdır. Yəni yağış yağdıqda və digər məsələlərdə izolyasiya tədbirlərinin görülməsi
şərtdir. Və qeyd edelim ki, baş layihəçi funksiyası olaraq biz özümüzün tərcümümüzdə olan mütəxəssislərdən və digər subpodrat layihəsi və mütəxəssisləri yanaşması ilə işə yanaşırıq. Əraziyə ilkin olaraq baxış edirik. Əraziyə baxış etdikdə əraziyə ilkin olaraq mühəndis geodezi işləri aparılır. Mühəndis geodezi işləri aparıldıqdan sonra isə sifarişin arzu və istəklərinə memarlıq və inşaat normativlərinə uyğun olaraq sadəcə baş plan təsnifatı olaraq baş planı verilir və ərazi relyefindən asılı olaraq mühəndis geodezi işlərinin ərazisi geniş əhatədə radius olunur. Daha sonra isə biz ora mütəxəssislər cəlb edirik. Ən birinci mütəxəssislərdən deyək ki, ad da çəkə bilərik. Sadəli müəllimciliyin təşkilatını dəvət edirik. Sadəli müəllim başda olmaq şərti ilə. Orada mühəndis geoloji analizlər verir bizə, hidrogeoloji sənədlər verir və dediyi kimi texniki proseslərin ilkin bizə belə deyə albomu verir. Ondan sonra isə bizim inşaat mühəndisləri, konstruktorlar bu işə yanaşırlar. Xanımın dediyi kimi ən yeraltı qurğuların izolyasiya tədbirlərini görmək şərti ilə və digər prosesləri görmək şərti ilə -1, -2 və yaxud yarım zirzəmi mərtəbəsi təyin etmək şərti ilə bünövrənin oturma dərinliyi var. Bünövrənin oturma dərinliyinə görə qurunta görə seçilir. O hazır olduqdan sonra isə bizdə ərazidə qurun suların istiqamətini yekunlaşdırmaq üçün biz izolyasiya tədbirini gözləyib, yəni suları orada yığışıb, bizim izolyasiya ona tab gətirir kəlməsi yoxdur. Xanım dediyi kimi binaların kənar konturu üzrə, baş plan üzrə drenaj quyuları verilir. Drenaj quyularına müdaxilələr vacibdir. Hətta drenaj quyularına motor sistemindən suyun istiqamətləndirməsi kənar konturlara verilə bilər. Orada da dediyimiz kimi mühəndisi geoloji analizlərə və hidrogeoloji kağızlara baxılaraq və baş plan təsnifatına baxılaraq qərar qəbul eləmək olar. Və digər mühəndisi işlər görülür. Və biz nəzərə alaq ki, deyək ki, bizim layihə funksiyamız tam hazırdır, dövlət orqanlarından tam keçib, işə mütəxəssis olaraq baxılır və gəlinir iş zamanı. Deyək ki, tikinti meydançasının ilkin hazırlıq işləri görülür. Sala planı qazıldıqda, əvvəlcədən sala planı qazıldıqdan sonra vaxtilə layihədə kimlər, hansı mütəxəssislər və şirkətlər iştirak edibsə, həmin mütəxəssislər ora gəlir, həmin baxışa, sala baxışına baxılır. Orada hətta deyək ki, mühəndisi geoloji quyular zamanı rast gəlmədiyimiz force majeure hallarda ola bilər. Hətta mühəndis inşaatçı baxış istiqamətindən fərqli də ola bilər. Drenaj quyuların sayı arta da bilər, azala da bilər, istiqaməti də arta bilər. Hətta bünövrənin oturma dərinliyində səviyyəsini qaldırmaq və yaxud da aşağı endirmək mümkündür. O təkrar sala qazıldıqdan sonra isə baxışa baxılır. Biz bildiyimiz kimi bəzi işlərimiz var ki, gizli işlərin aktları tərtib olunur. Gizli işlərin aktları tərtib olduqda bünövrə və şaqli və üfüqi elementlər, yəni bünövrə, rigel, monoliti var. Bu elementlərin əks torpaq doldurulması baş verir. Əks torpaq doldurulması baş verdikdə burada hidroizolyasiya tədbirləri müsbət görülməlidir. Kənar konturdan, üfüqi və şaqli elementlər üzrə və daxildən. Biz bildiyimiz kimi əks doldurma olduqdan sonra orada bina ətrafı səlsəkif var, bina ətrafı yaşıllıq zonası var, bina ətrafı asfalt zonası var. Yəni bunlar olduqdan sonra bütün tədbirlər artıq tamamlanma üzrə sonuncu qatlar vurulmalıdır. Bəli, burada hadisə baş verdikdə kənardan müdaxilə çətin olacaq. Və binanın istismarı müddətində hər binanın istismar müddəti var, konstruksiya olaraq dəyişir. Bunun xırda xərclərlə, daxildən izolyasiya tədbirləri görməklə sadəcə nəmişlik faizini azaltmaqla. Yəni burada su sızması, bəli, su sızması vacib deyil. Nəmişlik əmsalı var. Nəmişlik əmsalına görə nizamlanır. Təşəkkür edirik. Çox sağ olun. Mən istərdim Elşad bəy, siz də bir fikrinizi bildirərdiniz. Bütün ekspertlərimiz öz fikirlərini bildirdi. Hər kəs salamlayıram. Mən Elşad Əliyev, Elqrup Dizayn şirkətinin rəhbəriyəm. Həm də dizayner memar sahəsində çalışıram. Və bizə gələn qonaqları, müştəriləri adətən şəxsən özüm qarşılamağa çalışıram. Səbəb nədir? Çünki daha diqqətli yanaşaq və bütün suallarına cavab verə bilək. Məndə maraqlı bir nüanslar baş verir ki, hansı ki müştəri gəlir, müasir dizaynda deyək ki, villaları bəyənirlər, amma gəlib ondan çəkinirlər ki, bunun müasir düz dam örtüyü eləsək, bunun izolyasiyası necə ola bilər? Və yenidən təzədən qayıdırlar. Təsəvvür edin ki, köhnə stil damları. Yəni burada da artıq taxta konstruksiya, dam örtük, yenə köhnə standartlara qayıdırlar.
Və izləyicilərimizə demək istəyirəm ki, yəni indi yeni texnoloji izolyasiyalar var. Düz müasir tipli dam örtüklərdən çəkinməsinlər. Çünki onlar beton örtüyü necə izolyasiya olunacağından biraz çəkinirlər. Və bizim hal-hazırda burada da qonaqlarımız var, burada da mütəxəssislər var. Onlara müraciət edə bilərlər ki, bunun izolyasiyası artıq mövcuddur Bakıda və Azərbaycanda və çox istifadə olunur. Sadəcə qorxurlar bu məsələ ilə bağlı. Mən demək istəyərdim ki, bu beton müasir dam örtüklərdən çəkinməsinlər və hal-hazırda PVC membran izolyasiyalar var. Onlarla bunları izolyasiya eləmək olur və düşünməsinlər ki, bu qorxuducudur. Çünki təsəvvür eləyin ki, bunu 10 gün testlə mütəxəssislər də mənə qatılar. Su ilə doldurub test eləyirlər o damı. Və bunu tam müəyyən eləyəndən sonraki qarantiyası var, hər şey verilir. Bütün demək olar ki, tələblərə cavab verir əsas hidroizolyasiya məsələlərində. Demək istəyərdim ki, daha müasir evləri, villalarda bizə müraciət edəndə çəkinməsinlər. Biz də onlara, belə deyim, istədiyimiz görkəmdə dizaynları verə bilərik. Keyfiyyətli iş. Bəli, təbii ki, təbii ki. Eşad müəllim, buyurun. Çox sağ olun. Eşad bəyin dediyi kimi, yəni bu tipli evlərdən çəkinməsinlər, proyekt layihələrdən çəkinməsinlər. Çünki onun üstünə rahat-rahat sabahları stol qoyub, manqal qoyub öz keyflərinə baxa bilərlər. Eyni zamanda Asiya xanım qeyd etdi bayaqları. Bəzi yerlərdə ki, hansı ki drenajdan istifadə edirlər. Orada bizim də sifarişlərimiz gəlir ki, məsələn, haradasa zirzəmidir, bura yerdən sular çıxır. Çox olub başımıza belə bir işlər gəlib ki, biz getmişik, həmən orada türkə sarı eləməyə getmişik. Çünki su yığışır, məsəl üçün müəyyən nahiyyə, o suyu oradan necə çıxartsınlar? Demək ki, burada haradasa drenaj qazmaq lazımdır. Betonda, təməl betonda 50 santim ya 70-70-ə bəzən dərinliyi 50 santim olan drenaj quyu qazdırırlar bizə, karot aparatlarına deşiyorlar və həmən o quyuya biz drenaj xəttləri kəsirik ki, yığılan su oradan öz axarı ilə gəlsin ora və oradan motor vasitəsilə vurulsun kənara. Yəni demək ki, vaxtında bunu düzgün əməl olunsaydı, heç oradan su da çıxmazdı. Bu qədər də əlavə rasxod etkiləri olmazdı. Minnətdar. Qəmər xanım. Mən hamımız Aysel xanımın dediklərinə yenə də qatılacağıq. Çünki biz çəkilişlərdən dolayı bir çox şirkətlərin obyektlərində oluruq. Mən heç zirzəmiləri demirəm, hətta birinci mərtəbə bina altı sayılır. O qədər bərbad bir vəziyyətlə rastlaşmışam ki, hədsiz. Və bugün bilirik ki, bina altlarının çoxusu icarəyə verilir, ambar kimi istifadə olunur. Və orada şirkət sahibinə dəyən zərərdən heç danışmaq istəmirəm. Yəni orada o qədər məhsul yerləşdirilir və öz gözümün şahidiyəm ki, suyun içində olur onların hamısı. Hətta bu birinci mərtəbəyə də təsirini göstərir. Divara heç nə vurmaq mümkün deyil. Nə vursan zaten atacaq. Çünki bütün hər yer nəmişlikdir. Bəs mənə maraqlıdır ki, hətta mənim bu rastlaşdığım mənzərələr Əhməd Rəcəbli istiqamətləri olub, şəhərin ən yaxşı yerləri deyək. Səməd Vurğun tərəf olub, bu yaxında Həz Aslanov tərəfdə belə bir görüntü ilə rastlaşmışam. Bu boyda binalar tikirlər kənardan o qədər gözəl, o qədər estetik, bəlkə də çox bahalı bugünkü şərtlərə görə. Amma binövrə belə görsənir ki, çox bərbad bir vəziyyətdədir. Bəs sonradan mənə maraqlıdır ki, bunların qarşısını almaq üçün varmı indiki durumda müəyyən bir tədbirlər görmək mümkündürmü? Çünki doğrudan deyim ki, hətta suyun içində üzən məhsullar görmüşəm də. Yəni cəmaət oranı götürüb icarəyə, amma bugün icarə pulu da verir. Üstə gəl adamın məhsuluna böyük dərəcədə zərbə dəyir. Bu yaxşı bir hal deyil təbii ki. Təşəkkür edirik Qəmər xanım. Mən istəyərdim bu mövzuyla bağlı, bəli, Timam bəy. Mütəxəssislər istəyir ki, yeraltı qurğuları inşası zamanı təməl hissələr qurun sularına bir mənalı dayanıqlı olsun. Tətbiq olunan hidroizolyasiya sistemi uzun ömürlü olsun. Hətta burada qeyd olunmayan bir detal var idi ki, elə bir hidroizolyasiya sistemi istəyir ki, bəzən inşaatçılar eyni zamanda həm pozitiv bizdən gedən, həm negativ bizə gələn sulara qarşı dayanıqlı olsun. Və mütəxəssislər, inşaat
İnşaatçılar istəyirlər ki, həmin dəmir beton qurğularda istifadə olan hidroizolyasiya sistemləri içməli suya yararlı olsun. Mütəxəssislər istəyirlər ki, elə bir yeraltı qurğuların izolyasiyası zamanı elə bir hidroizolyasiya sistemi tətbiq olunsun ki, mexaniki zədələrdən qorxmasın. İnşaatçılar inşaat edən zamanı bu və ya digər səbəbdən keçən kommunikasiya xətlərini dəyişdirmək məcburiyyətində olurlar. İnşaatçılar istəyirlər ki, həmin kommunikasiya xətlərini dəyişdirilən zamanı həmin kommunikasiya xətləri həm izolyasiyanı zədələnə bilməsin, həm də həmin xətlərdən qunusları daxil olmasın. Elə bir qurğu istəyirlər ki, betonun nəmişlik faizi epoksid boya və yaxud ki, sistem vurmağa yararlı olsun. Bütün bunların hamısını cəmləşdirsək, penetron tipli hidroizolyasiya materiallarının tətbiq olunsa, bütün bu qayğılardan inşaatçılar, layihələndirilən layihəçilər və istismarçılar bundan azalınmış olurlar. Bu belə ki, biz müşahidə edirik son zamanlarda Abşeron yarımadasında qurun suların səviyyəsi qalxıb. Biz gedirik, baxırıq ki, zirzəmi hissələrin bir qismində divarlar mişar daşını inşa olunubdur. Zirzəmi hissələr. Biz tövsiyə edirik ki, yeraltı qurğuların istinad divarları, pərdə divarları betondan olsun. O zaman penetron şirkətlə bizlə əməkdaşlıq etsələr, biz həmin beton hissələrə ya sahədə, ya da zavod şəraitində hidroizolyasiya qatqısı olan penetron admis qatqısı əlavə eləməklə yeraltı qurğuların dediyimiz o problemlərdən betonun istismar müddəti qədər qabağını almış oluruq. Qatqını sahədə də verə bilirik, zavod şəraitində də verə bilirik. Bu zaman betonumuz hidroizolyasiya material qatılmaq şərti ilə betonun istismar müddəti qədər hidroizolyasiya olunur. pH kimyaçılar bilər 3-12 arasında bu aqressiv mühitdən qorunmuş olacaq. Bizim tövsiyəmiz odur ki, hətta fərdi evlər, bu hündür mərtəbəlilər bir mənalı, digər də aralarında var bəziləri pərdə divarları mişar daşından inşa edirlər, amma əsasən betondan edirlər. Amma ki, bizlə əməkdaşlıq edən şirkətlər var, onların təməl hissəsində qurun suların hələ yox, su molekulları ilə qarşılaşma şansı yoxdur. Havadakından başqa. İndi Qəmər xanım qeyd elədiyi, getdi, rastlaşdığımız, deyək ki, 9 mərtəbəli binalar var. Giririk bunun zirzəmi hissəsinə, zirzəmi hissəsi bərbad gündədir. Oranın yaxşı olar ki, qurudulsun, onlar istismara verilsin, icarəyə verilsin, istifadə olunsun. Onun üçün də biz mövcud dəmir beton qurğuları biz penetron tipli materialları ilə içəri tərəfdən, yəni torpaq qazıntı işləri aparmadan içəri tərəfdən həmin qurğuları tam quruda bilirik. Yəni penetron materialını beton səthi cilalanandan sonra nəm beton çəkiləndə ilk mərhələdə 35-45 sm qədər betonun tərkib hissəsini nüfuz etməklə, betonun tərkib hissəsini çevrilməklə negativ suların qarşısını almış olur. Ona görə də əgər yeraltı qurğular var ki, hansı ki qurun sularına məruz qalır, nəmlik faizi narahat edir, istismara maneçilik törədir, penetron şirkəti olaraq biz həmin yerləri qurudub tam istismara, tam yararlı vəziyyətdən sala bilirik. Ümumiyyətlə, izolyasiya bayaq dediyim kimi su sızmasının qarşısını almaqdan ötürü izolyasiya olunmalıdır binada. Amma xanımın dediyi drenaj sistemi məsələsi, drenaj sistemi bünövrədə olan, yəni bünövrəyə daxil olan qrunt sularının və yaxud yağış sularının istiqamətini dəyişmək üçün lazım olan sistemdir. Yəni, siz nə qədər mükəmməl izolyasiyanı eləyirsiniz, eləyin, drenaj sistemi çəkilməsə, binanın içində su verməsə də belə, binanın çökməsinə, sürüşməsinə, hərəkət eləməsinə şərait yarada biləcəkdir. Ona görə drenaj sistemi çəkilməlidir. Məsləhət görülür ki, bünövrədən ilk tikili başlayanda bütün bünövrədən su sızmasına qarşı izolyasiya sistemləri qurulsun
və drenaj sistemi çəkilsin, ondan sonra digər proseslər baş versin. Əgər bu proseslər baş verməsə, bayaq Qəmər xanımın dediyi kimi, bünövrələrdə yığılan suyun qarşısını almaqdan ötürü bahalı prosedurlardan keçmək lazımdır. Suyu oradan çəkməlisən, kənardan ora gələn suyun qarşısını almaq üçün bir quyu qazmalısan, bir drenaj olunmalıdır və sonradan artıq müəllimin dediyi nüfuz edici məhsullardan istifadə etməlisən. Amma nüfuz edici məhsulların bəlli bir yerə qədər nüfuz eləmə xüsusiyyətinə malikdir. Yəni, betonun daxilində olan armaturlar suyun altında qalacaqdırsa, yəni bu binanın ömrünü zaten azaldır. Vizual olaraq, görüntü olaraq qurutmaq olar. İmkanı var, hər şeyin imkanı var. Amma binanın ömrü nə dərəcədə qorunacaqdır, bunun üçün quyular salınıb, oradan suyun drenaj olunması vacibdir. Təşəkkür edirəm Əhməd müəllim. Əslində mövzumuz geniş mövzudur. Maşallah, studiyamızda olan ekspertlərimizdə hər kəs öz təcrübəsi olan və kifayət qədər bazası olan insanlardır. Biz mövzunu müzakirə etdiyimiz zaman penetrol məhsullarını, həm də görüntülərini tamaşaçılarımız izlədi. Hər birinizə təşəkkür edirəm. Düzdür, hər kəsə çox vaxt verə bilmədik, amma düşünürəm ki, tamaşaçılarımıza müəyyən qədər faydalı ola bildik. Buna görə sizə təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırıb bizimlə bərabər oldunuz. Əziz tamaşaçılarımız, proqramımızın sonunda bir daha qeyd edim ki, bizim dəstəkçilərimiz var. Proqramımızın baş sponsoru keyfiyyətli qapı pəncərə profillərini təqdim edən Beka brendinə təşəkkürümüzü bildiririk. Digər təşəkkürümüz olacaq sponsorlarımıza. Tenova şirkəti Ukrayna brendidir, peşəkar ustaların seçimidir. Evinizdə əgər ustalar işləyirsə, onların işini asanlaşdırmaq istəyirsinizsə, siz də kafe metal tənzimləyici məhsullar olaraq Tenova brendini seçə bilərsiniz. Bazarda Çin, Rusiya, Türkiyə yerli istehsal məhsullar var, amma Tenova Ukrayna brendi rəqib tanımır və keyfiyyətli məhsullarını öz peşəkar ustalarına təbii ki, hər zaman təqdim edir. Bütün inşaat mağazalarına yaxınlaşmaqla məhz Tenova məhsullarını əldə edə bilərsiniz. Digər təşəkkürümüz olacaq. Layihələndirmədən açar təhvilinə qədər bütün xidmətləri həyata keçirən Status Group şirkətinə qeyd edim ki, siz Status Group'a yaxınlaşırsınız. Ağşəhərdə, Yaşılada 2 ünvanında eviniz, əgər torpaq sahəniz varsa evinizi təmir və yaxud da ki, sıfırdan tikintisini həyata keçirmək istəyirsinizsə, Status Group sizə həm xidmətdə təkliflər edir, həm də burada eviniz üçün lazım olan istənilən inşaat materialını məsələ showroom-dan seçirsiniz və bütün proseslər bir əldən həyata keçirilir. Həm keyfiyyətli xidmət göstərilir, həm də təbii ki, qiymətlərdə sizə sərfəli olaraq öz xidmətlərini önərəcəklər. Odur ki, Status Group da sizə həm xidmətdə, həm də təbii ki, satışla bağlı, inşaat materiallarının satışla bağlı hər zaman yanınızdadır. Yanvar ayının 1-nə qədər də bütün xidmətlərdə, açar təhvilinə qədər layihələndirmədən xidmətlərə 20% endirim var. Müraciət edirsiniz və 20% endirimdən yararlanırsınız. Biz sağollaşırıq bu həftəlik. Sonda bir də saç düzümünə görə stilist Bərbər Xəyali xanıma təşəkkürümü bildirirəm. Əziz bəylərimiz, siz də fərqli saç düzümlərinə görə məsələ Xəyali xanıma müraciət edə bilərsiniz. Görüşərik inşallah növbəti həftə. Bu günlük sizinlə sağollaşırıq.